Bu məsələ çox vacib məsələdir və vəziyyət o qədər də yaxşı deyil. Yəni, bir neçə saat yollarda olan adam kimi mən gün ərzində dəfələrlə deməli, skuter sürücüləri tərəfindən, moped sürücüləri tərəfindən qaydaların pozulmasını görürəm. Amma yeni problem yaranıb. Skuterlərin əlindən maşın sürmək mümkün deyil. Əlbəttə, mikromobillik çox yaxşı şeydir. Amma burada bizdə bir şey var. Hansısa təbəqəyə, indi hal-hazırda, məsəl üçün, skuterlərdən gedir söhbət. Hansısa bir təbəqəyə bir üstünlük verəndə, həmin təbəqə başqa təbəqələrin hüququnu pozmağa başlayır. Yəni, sürücülər həddindən artıq həycan keçirdirlər. Özə qorxulusu bilirsiniz nədir? Deməli, daxili yanma mühərriki olan mopedlərin, motosikletlərin səsini eşitmək olur və onlara vaxtında reaksiya vermək olur. Skuterlərin səsi gəlmir və onlar qəflətən sürücünün qabağına çıxırlar. Deməli, onlar üçün hər cür şərait yaradılıb da. Deməli, özü kimin hesabına, sürücülərin hesabına yaradılıb. Yaxşı, başa düşdük. Amma bu o demək deyil ki, onlar yenə də onlar üçün çəkilmiş o zolaqlar var. Onlardan gedmirlər, yolun ortası ilə gedirlər, qəflətən qarşı zolağa çıxırlar. Bəs həlli yolu nədir? Sizin verilişin yaxşı cəhəti odur ki, bu verilişdə mütəxəssislər nəinki problemi deyirlər. Problemi mən dedim, problemin həlli haqqında da nəsə fikirləşirlər. Çətin məsələdir. Birinci növbədə mədəniyyət problemidir. Yəni, ailələrdə söhbət getməlidir, qaybala, qırılarsan, eləyərsən, sonra kartları verirlər onlara. 14 yaşında, 13 yaşında uşaq necə götürə bilər skuteri? Yalnız valideynin kartı ilə götürə bilər də, verməsinlər bu bir. Dünya təcrübəsinə baxaq. Deməli, bu problem bütün ölkələrdə vardır. Bəzi ölkələrdə skuter problemindən elə beziblər ki, məsəl üçün Kanada, Toronto şəhərində ümumiyyətlə, deməli, onların hərəkəti, skuterlərin hərəkəti qadağan olub. Fransada, deməli, icarə məsələsi, icarə olunan, deməli, skuterlər qadağan olunub. İtaliyada mütləq dəbilqə taxmaq lazımdır. Ondan başqa, hətta o qədər xatalı nəqliyyat vasitəsidir ki, o firmalar var, hansı ki, icarəyə verirlər. Onlar, deməli, skuter sürənlərin həyatını sığorta eləyirlər ki, hadisəyə düşəndə nəsə bir pul versinlər. Deməli, bizdə nə eləmək olar? Birinci növbədən nəzarət artmalıdır. Bəzi ölkələrdə də nə eləyiblər? Skuterlərin ümumiyyətlə sürətini 20-25 km sürət eləyiblər. Bizdə maşallah elə skuterlər var ki, 50, 60, 70 km sürətlə gedir. Onlar haradasa biz sürücülərin və bundan başqa piyadaların hüquqlarını pozurlar. Dəfələrlə belə hadisələr olub ki, onlar piyadanı vurublar. Bunun səbəbini nədə görürsünüz? Mədəniyyətin aşağı səviyyədə, bəzi insanlarda, bəzi ailələrdə mədəniyyətin səviyyəsinin aşağı olmasında. Mən bir söz deyim, qurban olun sizə, bulvara getmək olmur. Yay aylarında bulvara ailə ilə getmək olmur. Dəfələrlə görürsən ki, üstüvə skuter gəlir, üstüvə velosiped gəlir. Özdə bu mədəniyyətin aşağı olması nədən bilinir? Bulvarda onlara xüsusi zolaq ayrılıb. Amma onlar nəzarətsizlikdən istifadə edərək insanların gür getdiyi yerdə saatda 50 ilə, 60 ilə gedirlər və hadisələr olur. Məsələ ondan ibarət, o məsləhətlər verəndə deyəcək, nəzarət artmalıdır. Yay aylarında bulvarda nəzarətçilər biraz azalıb, artırılmalıdır və bir dənə onu da deyim, başqa təkliflər də olacaq. Deməli, bu gəlirlər necə gəldi atırlar, özünüz görmüşsünüz. Skuterləri yolun qırağında, yolun ortasında xata yaradırlar. Bax, və 12 yaşında, 11 yaşında uşaqlar gəlirlər və skuteri götürüb 2 nəfər birdən gedirlər. Mən bunu Nərmanov metrosunun yanında görmüşəm. Atırlar yerə. Nəzarət olmalıdır və nəzarətçilər olmalıdır. Hər bir icarə yerində nəzarətçilər olmalıdır. 12 yaşında, ey bura gəl, balacasan hələ, balaca. Elədir. Mən biraz emosional danışdım. Ümumiyyətlə, bütün çıxışlarımda mən qeyd edirəm. Yəqin bir balaca fikrimdən qarışdı. Mən həmişə deyəndə, heç vaxt demirəm ki, bütün motosiklet sürücüləri pisdilər və ya yaxşıdırlar. Həmişə deyirəm, bəziləri. Doğrudan da, məsəl üçün, siz skuter sürürsünüz və nümunəvi, deməli, həm sürücüsünüz, həm skuter sürənsiniz, qaydaları da əməl edirsiniz. Amma fakt ondan ibarətdir ki, məsələn, 10 nəfərdən 3-ü doğrudan çox pis sürür. 7-si ola bilsin ki, normal sürür. Amma bilirsiniz ki, o pis sürənlər o qədər pis sürürlər ki, adamın gözünə girir və adama belə təsəvvür yaranır ki, bunların hamısı belə pislər. Əslində, əlbəttə elə deyil. Həm motosiklet sürənlərin içində yaxşıları və pisləri var. Həm skuterlərin sürənlərin içində yaxşı pisləri var. Sürücülərin canında azmı var? Hərdən skuter sürücülərini, moped sürücülərini sıxırlar. Bu da var. Piyadaların da canında, bəzilərinin canında çox şey var. Yəni, diagonal üzrə keçirlər. Ən böyük problem mədəniyyətdən də qabaq, yəni yenə də hamıdan söhbət getmir, amma ən böyük problem yol hərəkəti qaydalarının tam bilməməkləridir. Və məntiq var. Gəlin fikirləşək.
14 yaşından deyəsən Ərşad müəllim deməli o skuterləri sürmək olar. İndi gəlin fikirləşək. Niyə insanlara 18 yaşından tez maşın sürməyə icazə verilmir? Bəyəm onların bədənləri normal deyilmi? Sükanı fırlada biləcəklər. Bəs niyə verilmir? Səbəb ondadır ki, 18 yaşına qədər çox insanlarda məsuliyyət hissi olmur. Yəni, elədiyi işə cavabdeh olmur. Qorxmur bəhs sürməkdən. Ona görə də 18 yaşında. Onda məntiq deyir ki, 18 yaşına qədər sürücülü maşın sürmək olmazsa, bəs yol hərəkəti iştirakçısı olmaq olmazsa, bəs necə olur ki, 14 yaşından yol hərəkəti iştirakçısı ola bilirsən? Yolların içinə girirsən, svetoforlardan geçirsən və sən heç bir yol hərəkəti qaydasını bilmirsən. Mənim sözümün canı odur ki, 18 yaşına qədər qanunda dəyişiklik olsa, 18 yaşında qədər o 12 yaşında uşaqlar var, minib sürürlər, belə. Onlarda məsuliyyət hissi olmayacaq. Hardasa necə ki sürücüyə 18 yaşından icazə verilir, eləcə də skuter sürənə 18 yaşından icazə verilsin və olmasın sürücülük vəzifəsi, amma nəsə bir lisenziya olsun. O lisenziya məktəb şəraitində yox, yol polisi tərəfindən elə bir yüngülvari bir imtahan olsun. Qardaş, hər şeyi demirik, incəliyi demirik, baş yolu tanısınlar. Baş yol nişanını tanısınlar, yol ver nişanını tanısınlar, stop nişanını, qırmızıda getmək olmazı başa düşsünlər. Yəni, belə bir lisenziya olsun və 18 yaşından. Mənim subyektiv fikrim budur ki, bu olmasa heç mədəniyyət də kömək eləməyir. Bəzi insanlar yalnız yol polisinin cəriməsindən qorxaraq, kameralardan qorxaraq, deməli, qaydalara əməl edirdi. Hətta bəzi adamlar var, deyir, bir bax gör orada yol polisi yoxdur, dönək o tərəfə. Əslində isə insan həyatını qorumaq üçün, Ərşad mənim çox güclü dedi də, həyatını qorumaq üçün deməli, qaydalara əməl etməlidir. Kəməri həyatını qorumaq üçün taxmalıdır. Və bir şey qayıtmaq istəyirəm, belə çıxmasın ki, bu verilişdə, məsəl üçün, mən və yaxud da ki, kimsə skuterlərin əleyhinədir. Mən hesab edirəm ki, avtomobil idarə etməyə də insanların hüququ var. Skuter idarə etməyə də hüquqları var. Motosiklet, moped idarə etməyə də hüquqları var. Amma hamısı qanun çərçivəsində olmalıdır. Biz onun pis tərəflərini, yəni o qayda pozuntu tərəflərini qaldırdır. Amma bu deməkdir ki, mikromobilliyin əleyhini. Yox, elə dediyim budur ki, yəni ki, hamının hüququ var istədiyi nəqliyyat vasitəsini sürməyə, amma qanun çərçivəsində və şuurlu münasibət çərçivəsində. Deməli belə, ailədə deməli, maarifləndirici söhbətlər olmalıdır. Bir halda ki, məktəblərdə yoxdur. Ailədə maarifləndirici söhbətlər olmalıdır. Balaca uşağa da başa salmaq lazımdır ki, yolu necə keçmək lazımdır, qırmızı nədir, nişanlar nədir. Uşağı başa salmaq lazımdır ki, deməli, 14-15 yaşında da icazə var skuter sürməyə. Qurban olum sənə, sən həyatını itirə bilərsən, şikəst ola bilərsən, arzularına çatmaya bilərsən, istədiyin sahədə işləməyə bilərsən, çünki həyatını itirə bilərsən və yaxud da ki, şikəst ola bilərsən. Bu söhbətlər olmalıdır. Ondan başqa mədəniyyət problemi, həmin mədəniyyət problemlərinə aiddir də. Yəni, başqasına, uşağı başa salmaq lazımdır ki, başqasına mane olaraq yaşamaq düzgün deyil. Başqasına yaşamaq, deməli, sənin hüquqların var. Sənin hüququn var həm skuter sürməyə, gələcəkdə maşın sürməyə, amma piyadanın da hüququ var. Sənin hüquqlarının hüdudları başqalarının, deməli, hüquqlarının pozulması anında qutarır. Çünki avtomobildən və skuterdən, mopeddən, motosikletdən düşənlər sən bir piyadasın.